Salam, hər vaxtınız xeyir olsun. Bu dəfə mən avtobusla əlaqədar olaraq danışacağam, çünki bu artıq aktual bir mövzuya çevrilib. Artıq neçə gündür ki, şəhərdə hava şəraiti çox istidir. Həqiqətən də həddindən artıq isti olmağına baxmayaraq, maalesef avtobuslarda kondisionerlər qoşulmur. Sürücülərə müraciət etdiyimiz zaman sürücülər atırlar qaraj işçilərinin boynuna ki, bəs qaraj işçiləri icazə vermirlər və s. Amma qaraj işçilərinə müraciət etdikdə isə deyir, Bakı Nəqliyyat Agentliyi bizə icazə vermir. Mən buradan həm Bakı Nəqliyyat Agentliyinə müraciət edirəm, həm də ki, digər məsul şəxslərə ki, niyə siz bu isti havada kondisionerləri qoşmağa icazə vermirsiniz? Çünki insanların halı dəyişən kim, ürəyə gedən kim, yəni siz tək avtobusu idarə etmirsiniz, siz nəqliyyatı idarə etmirsiniz, siz həm də o avtobusun içində olan insanlara, sərnişinlərə görə məsuliyyət daşıyırsınız. Elə bilməyin ki, siz sadəcə olaraq nəqliyyatı idarə edirsiniz, bu ilə iş bitir. Xeyr, siz oradakı insanlara görə də məsuliyyət daşıyırsınız, cavabdehsiniz. Və düşünürəm ki, kondisioner problemi aradan qalxacaq. Halbuki bu problem çoxdan aradan qalxmalı idi. 141-ə zəng edəndə isə, qaynar xəttə zəng edəndə isə deyirlər ki, iyunun 15-dən sonra bağışlayın. Bəlkə birbaşa ilə sentyabr ayına qoşasınız. Daha keçib. Əslində, hava isinən kimi, yəni 24 dərəcədən yuxarı olduğu təqdirdə kondisionerlər mütləq qoşulmalıdır. Çünki nəfəs almaq mümkün olmur avtobuslarda. Amma maalesef nə sürücülər, nə qaraj işçiləri, nə də ki, Bakı Nəqliyyat Agentliyi buna nəzarət etmir ya da ciddiyə almır. Sürücülərə yaxınlaşanda deyirlər, əgər halı pisləşirsə, sərnişinlər minməsinlər avtobusa. Bu nə yanaşmadır? Nə təfərrüatdır. Ümumiyyətlə, mən fikirləşirəm ki, insan nəyisə deyəndə düşünüb deməlidir. Amma maalesef bəzi sürücülər bunu düşünmədən deyirlər. Necə yəni? Əgər hava istidirsə, əgər halı dəyişirsə, insan minməsin. Deməli, bu belə çıxır ki, əgər insanın halı dəyişirsə, avtobusla getməməlidir və mənzilinə taksi ilə getməlidir. Bu nə düşüncədir? Avtobusda kondisioner problemini arada qaldırmaq əvəzinə bu cür qeyri-professional cümlələr qurub insanları, mən deyərdim ki, kobudda çıxsa deyəcəm, ələ salırlar. Və buradan mən Bakı Nəqliyyat Agentliyinə müraciət edirəm ki, bu məsələni diqqətə yetirəsiniz və aradan qaldırasınız. Çünki insanların həyatı təhlükə altında ola bilər. Artıq deyərəm ki, təhlükə altındadır. Əgər bugün nəqliyyatda belə bir problemlər varsa və sizə zəng edib müraciət etdiyi təqdirdə siz deyirsiniz ki, ayın 15-dən sonra bu artıq insanın həyatını oynamaq deməkdir. Mən buradan müraciət edirəm, hətta tələb edirəm ki, artıq bu kondisioner məsələsi aradan qaldırılsın, yəni həll olunsun, qoşulsun ki, bizim vətəndaşlarımız, sərnişinlərimiz rahat şəkildə nəqliyyatlardan istifadə edə bilsinlər, rahat şəkildə gedib gələ bilsinlər.